Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 151 milyon dollara çatıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 15,9% çoxdur. Bu barədə məlumatlar Mərkəzi Bankın maliyyə sabitliyi hesabatında öz əksini tapıb. İqtisadçıların fikrincə, valyuta ehtiyatlarının artımının səbəblərindən biri də ixracın idxalı üstələməsidir. Əsasən burada enerji məhsulları, neft, qaz məhsulları yer almaqdadır və əlbəttə ki, qeyri-neft sektorunda da olan artımı da burada müsbət dinamikasını qeyd edə bilərik. Bunun müsbət tərəfləri bir neçə amillərə toxunmaq olar ki, iqtisadiyyatın hər hansı bir böhranlarla üzləşdiyi zaman strateji ehtiyatlar fondu burada əvəzsiz rol oynayır və həmçində bir məqamı da qeyd edə bilərəm ki, strateji ehtiyatlar fondumuzun məbləği ölkəmizin xarici borcunu bir neçə dəfə üstələyir. Bu da öz növbəsində çox müsbət bir haldır, yəni ölkə iqtisadiyyatı nəzdində. Mərkəzi Bankın digər bir statistik məlumatına əsasən 2025-ci il ərzində ölkə banklarına dollarla yatırılan depozitlərin həcmi 2024-cü illə müqayisədə 1,9% azalaraq 35,6% təşkil edib. İqtisadçılar hesab edir ki, bu göstəricilər manatla əmanətlərə üstünlük verildiyini göstərir. Bunun da əsasları var. Əsas ondan ibarət ki, neçə illərdir, yəni belə deyək də, manatın məzənnəsi stabil olaraq qorunub saxlanılır. Həmçinin buna bir çox digər müsbət amillər var ki, misal üçün hər hansı bir manat depozitlərinə verilən belə deyək də, faizlərin daha üstün şərtlərlə olmağı manata olan marağı və inamı daha da çox artırmış olur. Qeyd edək ki, 2025-ci il ərzində Mərkəzi Bankın valyuta ehtiyatları 5,1% artaraq 11,5 milyard dollara, Dövlət Neft Fondunun ehtiyatları isə 22,5% artaraq 73,5 milyard dollara çatıb.